Axşamınız xeyir əziz dinləyicilər, Avtodiaqnoz efirdədir. Uzun bir fasilədən, tətildən sonra yenidən qayıtmışıq. Bolluca istirahətdən sonra qonağımız Proqaraj servisdən Səbuhi bəydir. O da yeni qayıtmışdı, ötən həftə qayıtmışdı, amma sabah səhər yenə yola salırıq. Təəssüflər olsun. Xoş gördük, axşamınız xeyir. Sizin də keçmiş də olsa bayramlar mübarək xalqımızın, hamımızın. Və biz bugün bir saat ərzində nədən danışacağıq? Əgər avtomobillə bağlı hər hansısa bir problem varsa sizdə, xüsusilə Yapon avtomobilləri, Nissan'dır, Honda üzrüsəm, Honda da baxırıq. Ümumiyyətlə, əvvəl Yapondan başlayayım, sonra deyim də. Yapon avtomobilləri ilə bağlı Nissan, Toyota bütün ehtiyat hissələri mövcuddur. Xüsusilə hansı ki Priuslar hazırda Azərbaycanda, mən belə düşünürəm ki, sayı etibarı ilə artıq Vaz, Lada, Mercedes-ə çatır, harda olsa ilk 5-likdədir. Məşhur Priusların bütün detallarını siz Proqaraj servisdən əldə edə bilərsiniz. Bununla yanaşı dizel mühərrikli avtomobillər, benzin mühərrikli avtomobillərin də təmiri həyata keçirilir. İstənilən avtomobilin ehtiyat hissəsinin isə sifarişlə gətirilməsi, çatdırılması mümkündür. Yazın bizə, nömrəmiz dəyişməz olaraq qalıb. Bizə SMS yazın. WhatsApp nömrəmiz 055 977 10 33. Bayram tətilinin böyük bir hissəsini mən Proqaraj servisdə oldum. Səbuhi bəy təsdiqləyər bir neçə ardarda gün. Və həmin vaxt yollarda sıxlıq yox idi. İndi gəlin bir daha yollara nəzər salaq. Daha sonra biz söhbətimizə davam edəcəyik. Paytaxtın ilk iş günündə deyərdim ki, hərəkət iflic olub. Bakı-Sumqayıt yolunun məncə deməyə ehtiyac yoxdur. Sıxlıq başlayır Tbilisidən, hansı ki Əbdurrahman bəy Abdullah Salamzadə küçəsi ilə kəsişmədən xamlamışam, yadırlamışam. Orada hissədir, biraz sarı göstərir, sonra qırmızı göstərir. Aşağı düşən hissədir. Geri qayıdan hissə isə 20 yanvardan başlayır. Bu gedir. Bu düz gedir avtovağzalı keçənə qədər. Ondan sonra da yenə də sıxlıq var, amma tam sıxlıq. Bura yaxşı deyil. Siz Dubai sıxlığını görəsiniz. Mən Dubaidə olduğum müddətdə bircə dəfə sıxlıq gördüm. O da ki karusel olan yer var, bax orada. Marinada. Başqa heç yerdə sıxlıq görmədim. Oralar axşam vaxtı olur, o forma. Çünki millətin axınlaşıb getdiyi yerlər oradır. Artıq bir də səhərlər məsələn işə gedəndə Dubaidən biz şarjada qalırıq da, əksər vaxtı. Artıq Dubaiyə arxa yolla gedəndə orada da avtobanlar 6-7 sıradır. Yəni asıl ki, hamısı tıxac. Mən əslində diqqətimi bir məqam çəkdi. Dubai'nin yollarında zolaq sayı həddindən artıq çoxdur. Əhali də çoxdur, maşın sayı da çoxdur. Maşın sayı da çoxdur, amma ictimai nəqliyyatında basa-bas olmur, yəni sıxlıq yoxdur. Dubai'də bizdə neçə milyon əhali var? Yox, onu yalan deyirəm, maraqlanma. Mən də bilmirəm. Baxarıq, internetdən taparıq, o problem. Amma mən deyim, ciddi bir sıxlıqla rastlaşmadım. Yox, ciddi sıxlıqlar orada çox olur. Hətta ümumiyyətlə sıxlığa tıxaca düşmədim. 12 kilometr yolu 1 saat 20 dəqiqə gedir. Onda necə olub? Yəni ki, Nəşridən işə gedəndə 15-16 kilometrdir. Gəl yarım saata previzitini çatıram, rahatçılıqla çatıram. Amma da oradakı 16 kilometr biraz artıq yollarda da sıxlıqsa dolanda həm səhər bir də axşamdır. Gün ortalar orada sıxlıq olmur. Çünki 1 ilə 4 arası fasilələri olur. Cəmaət gedir istirahətə, evində dincəlməyə. Həm iki vaxtlarda nə Dubai'də, nə Deyrada sıxlığa düşmədim. Yəni siz onda elə bir vaxt çaspik vaxtı getməmisiniz. Biz onu çaspik deyək. İndi Dubai'dən sonra yenidən Bakıya qayıtsaq, biz Neftçilər prospekti sıxlıqdır. Üzü, şəhər istiqaməti, yollar həqiqətən. Yəni burada rənglər artıq, yəni sarı rəng odur ki, hərəkətdə axım var, yaşıl tam yol sərbəstdir. Qırmızı var, bir də var tünd qırmızı, qan rəngində. Bax indi bu hazırda söhbət hansı yoldan gedir? Zərif Əliyeva küçəsi, eyni zamanda Neftçilər prospekti, Üzeyir Hacıbəyov, Xəqani küçəsi, Rəşid Behbudov başdan ayağa. Yəni çox ciddi bir sıxlıq var. Saat 9-a 10 dəqiqə işləyib. Yalnız açıq Yusif Səfərovda hərəkət yaxşıdır. Eyni zamanda Heydər Əliyev prospektində də bir sıxlıq yoxdur. Dərnəgüldə, Atatürk prospektində sıxlıq var bu ərazilərdə. Yolunuz açıq olsun, biz davam edirik. Bizə zəng edin. Ulduz 1033. Nəsə demək istəyir Səbuhi bəy? Can sağ ol. Bugün dedim bir maraqlı bir mövzu açaq. Hansı ki, bu ilə Priusların hissələrindən danışardıq. Məncə də. Biz danışaq, mən amma bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Mən az əvvəl dedim, ötən həftə həqiqətən də bayramın 3 günü mən Proqaraj servisdə oldum. Çox sağ olsunlar, yəni orada müraciət həddindən çoxdur. Lakin Müsal usta ədalətli şəkildə bölüşdürdü. Həm bizim avtomobil, həm digər müştərilərin avtomobillərinə baxdılar. Deməli, orada bizim avtomobillərdə problem
Bir şey soruşum məsələn, bu avtomobil Dubaydan gələndə, orada sürülür, yoxlanır, problem yoxdur. Amma biz buradan Meyvəlidən, terminaldan götürüb çatana qədər əməlli başlı problemlər var. Bu yolda baş verə bilər? Yox. Orada bizimki kimi yoxlamırlar. Orada çıxır bir dənə Yüngül varı, Quruntaboy zadı. Orada düzdür, elə bir şey də yoxdur. Şərait? Hə, o şərait yoxdur, amma bizdə artıq professional şəkildə qalxır liftə, yəni podiyomnika. Orada disklərdir, bütün alt askı sistemidir, bütün hamısı bu formada yoxlanılır. Deməli birinci dəfə gedəndə Səbuhi bəy Dubayda idi. Vüsal usta gəldi. Maşından bir səs gəlirdi. Elə bil Nərimanov metrosunun yanından eşidilirdi o səs. Bir cıq-cıq səs gəlirdi. Spitsə deyildi deyəsən. Sol tərəfə Vüsal dedi sağa döndərin. Hə, barmağınla orada nəsə elədi. Dedi sürü səs kəsdi. İndi deyirəm ki, neynədir sən onu mənə de. Askı sistemində nəsə rezinlərindən biri açılmışdı, onu düzəltdi. Ona görə yəni hibrid avtomobilləri olanlar xüsusilə yolunuzu salmalısınız Proqaraj servisdən. Yəni bizim orada görülən işə də zəmanət verilir. Nə zəmanət verilir? Səbuhi bəy, yəni orada mən narazı gedib, təzədən qayıdıb narazı gedən görmədim. Yox, o işi düzgün görəndə heç bir müştəri oradan narazı getmək, yəni heç ağlından da gətirmir. Məsələn 2-3 gündür bir dənə 20 gövdə Prius var idi. Təsəvvür edin ki, o maşın xodlanırdı, sönürdü. Da inanın ki, inverterindən, batarikasından, bütün də ağla gələn bir dənə motor əl vurmamışdıq. Axırda 2 dənə də dost elektrik var idi, yəni sırf hibridlə işləyən. Buradan salamlayıram Cəlal da, Yusufu da. İkisini də dəvət elədik, gəldik. Axırı qardaş, nədən çıxsa yaxşıdır? Maşının motorundan. Kompres yoxdur, o qədər vəziyyəti ağırdır ki, maşın xodlanır, artıq işə düşə bilmir. Çünki maşında Porsche-lərdə kompres yoxdur, farsunkalar da onları ora qədər işlədə bilmir. Bugün qənaət bəxş artıq işimiz o forma oldu ki, motoru çıxartmalı olduq. Artıq Vüsal usta da səhər tezdən etibarən motoru da çıxardacaq. Onu da təmir edib, onları da yola salacaqlar. Bu arada da yeni hissələrimiz gəlib. Artıq Honda Insight yeni modeldir. Sonra Fielder'dir, Aqualardır, 20 gövdələrdir, 30, 40, 50. Yəni bu Toyota sinifinə aid demək olar 50% artıq hissələrimiz var. İstər də üzr istəyirəm sözü kəsəm, istər də Nissan Note və Honda Civic, Honda Insight. Həm təmir, həm də ehtiyac üzərləri üçün Proqaraj servisə müraciət edə bilərsiniz. 070 244 84 24 əlaqə nömrələri. Sosial şəbəkələrdə isə Proqaraj servis yazıb bizi tapmağınız kifayətdir. Baş sponsor Yevrol yağları. Və baş sponsorumuz Yevroldan bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. 1977-ci ildən Hollandiyada istehsal olunan Yevrol yağları dövrün tələbidir və bir çox beynəlxalq yarışların qalibidir. Qeyd etmək istəyirəm ki, Yevrolda hazırda kampaniyalar Yevrol yağlarını yalnız siz tərəfdaşlardan əldə edə bilərsiniz. Hər hansısa bazarda, digər yerlərdə yoxdur. Proqaraj servisdə məhz Yevrolun tərəfdaşlarındandır ki, oradan da rahatlıqla bu yağı əldə edə bilərsiniz. Yevrolun saxtası yoxdur, əminliklə deyirik. Ona görə ki, bazarda yenə də deyirəm, Araz Motorsun öz tərəfdaşlarından satış həyata keçirilir. Dünyanın 95 ölkəsində rəsmi distribütorla satışdadır. Azərbaycanda rəsmi distribütor Araz Motorsdur. 050 320 36 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Instagramda isə yevrol.az yazıb bizi tapmağınız kifayətdir. Yevroldan Ramazan bayramı ilə bağlı müsabiqəmiz var idi. Eyni zamanda Novruz bayramı ilə bağlı və artıq bizim qaliblərimiz sabah canlı efirdə ilə sizinlə birlikdə canlı yayında biz təqdim edəcəyik. Yağ dəyişmə hədiyyəmiz olacaq. Davam edirik dəyərli dinləyicilər. Proqaraj servisdən Səbuhi Allahverdiyev bizim qonağımızdır. Proqaraj servis istənilən avtomobillərin təmiri, ehtiyat hissələrinin sifarişlə gətirilməsi və əldə olan ehtiyat hissələri də var ki, Səbuhi bəy bildiyim qədər sonuncu dəfə gedəndə yeni ehtiyat hissələri gətirmişsiniz. Hansı avtomobillər üstündə? O hər dəfə gedəndə ayrı-ayrı hissələri biz sifariş veririk. Bu dəfə gedəndə biraz yeni hissələrə önəm verdim. O da hansı ki rulaboy deyək də biz rus dilində. Şüşə idarə etmə mexanizmi. Bəli, onun da sözünün qısaldılmış olması biraz rulaboy ilə o işlərə biraz əl atdıq. Nə barədə? Təzə rulaboy tez bitir. Yəni gələn kimi satışı tez bitir. Onunla artıq məsələn akvaların, filderlərin yoxdur bu dəqiqə hal-hazırda. Onları vurduq. Həm də mütəmadi hansı modellə işləyirsə, onların hissələrini
artıq sifariş vermişik. Mən elə bilirdim ki, bu Priuslar qədər dözümlü ikinci avtomobil yoxdur. Amma ProGarage servisdə Prius əlindən tərpənmək olmur. Niyə gəlirlər? Prius maşınları maşallah özünü doğruldub. Çox adam şikayətlənir. Amma şikayətlənmək lazım deyil. Gəlin bir başqa bir maşınla müqayisə eləyək. Libo bir maşınla müqayisə eləyək. Bu Prius qardaş bildiyimiz daşlayan. Yəni bu sözün əsl mənasında. Əsas problemlər nə olur? Məsələn, var idi. Orada 6-7 dənə var idi. ABS problemləri olur, batareyka problemləri olur. Artıq 2007-2008-ci ilin maşınlardır. İnanırsınız ki, elə maşın var ki, onun əyləc mayeəsi illərlə dəyişmir. Amma əslində 30 mindən bir bunun əyləc mayeəsi də dəyişməlidir. Çünki artıq nakladka deyir. Nakladkalar o qədər aporluları isidir əyləc ki, qəbləri. Əyləc qəbləri isidir ki, yanma qaraltı verir, keyfiyyətdən düşür. Artıq yəni o şeylərə çox yer vermədilər, amma əksinə bizdə insan özü xəstələnməsə həkimə getmir, maşın xarab olmasa ustaya getmir. Deməli bir məsələ var. Biz Səbuhi bəy bilir, bizim öz avtomobilimiz elə ProGarage servisdə həmişə qulluq olunub, gələn gündən ora gedənə qədər. Sadəcə mən bir məsələdən narahat idim. Dedim indi biz Səbuhi bəy, mən bilirəm, sizin ustaları tanıyıram, sizi də tanıyıram. Amma birdən bu maşın hardasa xarab oldu, apardılar ustaya və çox təəssüf ki, bəzi dırnaqarası işbazlar var ki, batareyadır, ABS sistemidir, müdaxilə edirlər. Çox olub. Necə olub? Onu bir də izah edək, bilməyənlər üçün də bilsinlər. Yəni bu sizə bir söz deyim. Ustalar bu bütün sürücülərə aid deyil, yaxşıları həmişə yaxşıdır. İndi elə sürücülər var ki, artıq şeylərindən istifadə edirlər. Çox adam da gündəlik maşın icarəyə götürür, müqavilə olmadığı üçün də sahibkara biraz naizd eləyə bilir. Onlar da götürürlər indi o sizin dediyiniz kimi dırnaqarası ustalar. Birinci batareyalar dəyişirlər. Batareykaları köhnələrlə dəyişib əvəz edirlər. Bu haqda mən istəyərdim ki, bir gün bir veriliş yaradaq. Yəni bu sırf o bir saatı o haqda və bir-iki özümüzdən tanıdığım ustalardan bir-iki nəfərdən gətirək. Bu barədə çox böyük danışmaq. Çünki o qədər ziyanlar... Aldadılan bəli, nə qədər insanlar var. Çox ziyanlar dəyib. Çox ziyan. Mən bu dəqiqə hal-hazırda bir müştərim var. 5 dənə Priusu, 30 kuzası mənim yanımda da servizdədir. Amma nə ilə? Batareykaların biri özünün deyil. Nə bilim, bütün bu maşını... Amma bunun bir çıxış yolu var. İndi biz bu həftə ərzində eləyəcəyik. Avtomobili gətiririk. Elə siz də əziz sahibkarlar gətirə bilərsiniz. ProGarage servisə həmin avtomobilin orada batareyalarına və bunun ən xərcli hissələrindən biri olan ABS-nə blom qoyulur. Biz onu edirik. Özdə bizlə işləyən müştəri olsa, biz onu təmənnasız edirik. Yəni çünki bu nəyə görə lazımdır? Başa düşürük, biz davamlı çağırış edirik sahibkarlar üçün. Bu taksi əl çatandır, daha yaxşı gəlir gətirmək olur. Amma bəzi işbazlar var ki, çünki mən ora gələn elə Priuslardan, digər maşınlardan gördüm də, Vüsal usta deyir ki, bunu dəyişiblər də, öz bateriyası deyil, üzərindəki öz bateriyası deyil. Əslində 2019-un avtomobili niyə bateriyası dəyişsin? Yəni sual budur. Yəqin ki, kimsə nəsə satıb, ya nəsə bir barmaq elə. O vaxt maşınlar katalizator yadınızdadır. Bəli. Bütün Priusları ölkəyə gələndə Gürcüstanda sökürdülər, katalizatorunu götürürdülər. Əsas da onu sökəndə gəmidən düşəndə sökürdülər. Amma yolda o tırın üzərində inanmıram ki, kimsə sökə. Həm də o şirkətlər ki var, daşınma şirkəti eləyənlər, shippinglər. Onlar ona yol vermirdi. Mən özüm neçə dəfə də Prius gətirmişəm Amerikadan. Katalizatorlar bəxtimdən üstündə olur. Yəni özüm nəzarət eləmişəm. Amma adam var ki, sifarişini verir, bilmir maşın hasan gələcək. Axırda gəlir görür ki, katalizator yoxdur, yerində boş turbadır. İndi hal-hazırda bugünkü gündə məsələn maşın qeydiyyata gedirsən, katalizatoru yoxdursa, gəlib katalizatoru qoydurmalısan. Yəni bu bir dəfə reyd elədilər, mənə yadımda bir gecədə Prius'dan hamısını yığdılar. Olmalıdır da, indi olmalıdır. Həqiqətən də katalizatorsuz həm də cəmiyyət, təbiət, ekologiya çoxlu ziyan dəyir. İndi kimisə pul hərisliyini, kimsə qurban olmamalıdır bu məsələdə. Düzdür. Yox, çox belə şeylərlə rastlaşırıq. Gün ərzində hətta bu gün elə bir şeylə rastlaşmışam ki, düzdür, efir söhbəti deyil, onu durub efirdə eləsə, amma yəni çox belə haqsız işlərlə qarşılaşırıq gün ərzində. İndi biz bu barədə ətraflı danışacağıq. İndi ProGarage servisdə də bir çəkiliş eləyəcəyik. Yenə deyirəm, bu elə-belə məsələ deyil. Burada minlərlə manatdan söhbət gedir ki, o batareyaların qiyməti, batareya ilə ABS-i dəyişsə də, satsa neçə sata bilər həmin adam? Əlbəttə ki, dırnaqarası usta. O çox baha sata bilmir. Çünki hamı da alan adam da aydın məsələdir ki, bilir ki, bu ustanın əlindədirsə bu nəsə bu fırıldaq bir məsələ var. Amma ki, gətirən bir adam varsa,
onu hardasa yarı qiymətinə belə deyək. Biz davam edirik dəyərli dinləyicilər və əgər siz belə bir problemlərlə qarşılaşmaq istəmirsinizsə, proqram servisə müraciət edə bilərsiniz. Bizə SMS yazın. WhatsApp nömrəmiz 055 977 10 33. Xüsusi sponsor Şah Avtopark. Və Şah Avtoparkdan bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Avtomobilinizi icarəyə verib aylıq qazanc əldə edə bilərsiniz. Nə qədər? 700-1500 manat arası. Avtomobilə görə narahat olmayan avtomobil kasko sığorta edilir və bütün qəza halları qarşısına alınır. GPS şirkət tərəfindən hədiyyə olunur. Bununla yanaşı sürücülərin tapılması nəzarətində şirkət həyata keçirir. Avtomobiliniz isə taksi fəaliyyəti ilə günlük maksimum 12 saat məşğul olmağa icazə verir və bu Şah Avtoparkın əsas üstünlüklərindən biridir. Şah Avtopark həm də taksi sürücüsü axtarır. 099 795 2585 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Aylıq 800-1400 manat arası əmək haqqı da verilir. Instagram və digər sosial şəbəkələrdə Şah Avtopark yazmağınız kifayətdir. Davam edirik dəyərli dinləyicilər. Proqram servisindən Səbuhi Allahverdiyev bizim qonağımızdır. Nəsə sualınız varsa 055 977 10 33 nömrəsinə yaza bilərsiniz. Təşəkkür edirik. Sonra Səbuhi bəy 2008 Zaslonka Grandeur qaz verəndə Zaslonka qaz verdikdə %25% açılır. Nədən olur? Belə diaqnostika sistemi məncə çətindir. Yox, diaqnostikası yox, yerində qaz verəndə ancaq o qədər asılır. Artıq sürət alanda artıq hərəkət etdiyində. Bəli. Turan bəyi də salamlayırıq. Bizdən salamlar. Müəllimlərdən danışın. Müəllimləri işdən çıxarırlar, yazır bir dinləyicimiz. Məhkəmələrdə müəllimədir. İmtahandan keçmədi, onu da işdən çıxartdılar. Yəni sabah çətin deyil ki. Hə? Yəni imtahan bir müəllim riyaziyyatdan tədris eləyirsə, riyaziyyat imtahanından gəlir, kəsilirsə, deməli bu dərs keçməməlidir. Gəlin haqqı ədalət danışaq. Müəllimə ki o suallara cavab vermədisə, yəni etibar eləmək olmur da. Nə deyim? Mən şəxsi fikrimdə biraz indi kimisə xoşuna gəlməyə bilər, amma yenə reallığı deyirəm. Mənim uşağıma riyaziyyatı bilməyən müəllim niyə dərs keçməlidir? Təbii. Məsələn, bölgələrdə var müəllim, hələ də düzdür bəzilərində var. Ədəbiyyat müəllimi coğrafiya keçir. Oradan sonra gedirəm kimya dərsinə. Belə olmur axı. İndi Uzqar kəndlərdə müəllim. Başa düşdüm də, nə olsun? Uzqar kənddə yaşayan Bakıdakının fərqi nədir ki? Yəni dövlət pul versin, getsin orada da müəllimlər getsin də. Bakıda yüksək bal yığanlar orada da getsin də. Yəni bizim mövzumuz deyil, amma yenə də deyib danışdıq. Kia Sorento 2010-cu il 2 dizel hansı yağ gedir? 2 motor 530. Kia Sorento 2010-cu il 2 dizel mərkə 530 yağı gedir. Dexus 2, 530, Dexus 2. Evro yağlarından. Amma bu hal-hazırda Evronla biz tərəfdaşlıq edirik. Yəni hələ bir narahatlığımız yoxdur. Öz maşınıma da ondan tökəm. Hətta bu günlərin bir başqa bir BMW gəlmişdi. Onu da məsləhət elədim ki, Evronla. Öz maşınızda 530 tökürsünüz Səbuhi bəy? Bəli. Məndə 530-dur. Bizdə BMW-lərdə 0.20 yeni modellərdə, long life-larda gəlir yoxsa necə? Hə, 0.20 yeni modellərdə gedir. Məndə 2017-dir deyənə artıq həm ili ötüb, həm də kilometraj o deyil. Həftəniz bol ruzi bərəkətli olsun. Hörmətli prodüser sizə uğurlar arzu edirəm. Dilşad xanım yazıb. Təşəkkür edirəm. Biz də prodüserimizə uğur arzu edirik. Həftəyə belə uğurla başlaya bilmirik. Bizim pozitiv prodüserimiz var. Həm yerlimdə, həm kəndçim. Olmayan gün burada efir olmur da. Biz dayanırıq işimizi, gücümüzü atırıq. Sonra yazıblar bizə Toyota Aqua necə maşındır? Əla. Görün kimdən soruşdular. Mən ümumiyyətlə Toyota modelləri çox qəşəng. Səbəbi mən bir Aquadan nə xoşuma gəlmir? Bu arxası dardır. Baxın, bu siniflərə aiddir də. İndi gəlin Fielderdən razıyam, düzdür. Onu da düzdür. O sinifə aiddir. Fielder sinifinə aid deyil axı. Bu artıq klasslara bölünür. İndi hansı ki bugünkü gündə Aqua CD, Aqua, bunlar eyni sinifin maşınlarıdır. Amma Fielder artıq içində genişlik var, arxasında da, qabağında da hiss edirsən ki, maşının içində oturanda rahatçılıq çox. Aqua kiçik sinifə aiddir deyənə. Yaxşı, onda mən sizə bir sual vereyim. Siz özünüz orada sıralayın da olar. Yenə deyirəm, nəyə görə Səbuhi bəy rahatlıqla bu sualı verə biləm? Proqraj servisdə bütün segmentdə olan avtomobillərin ehtiyat hissəsi, təmiri həyata keçirilir. Yəni bəzi avtomobillər var ki, indi ehtiyat hissəsi yoxsa belə onu sifarişlə gətirirlər və yaxud da öz tərəfdaşlarından, öz dostlarından əldə edirlər. İndi biz taksi üçün ideal maşın axtarsaq,
sizə bir neçə marka deyəcəm, siz onu sıralayarsınız da. BYD Destroyer, Toyota Aqua, Toyota Corolla Fielder, Toyota Axio və bir də Nissan Note. Birinci hansını seçərdiniz? Birinci Fielder, Aqua, Axio, Note, ən sonda BYD. Amma BYD-nin zapsasını, ehtiyat hissəsini satırsınız. Yox, mən düz danışmalıyım. Heç kimdə xətrinə dəyməli deyil, mən düz danışmalıyım. BYD sıfırdır. 0 kilometr maşınlar artıq ən aşağısı 5 il getməlidir. 5 il, yəni heç bir şey əl vurulmamalıdır. Ancaq yağdır, nakladkadır, bir də təkərdir. Başqa heç bir şey. Amma niyə seçmədiniz bəs? Niyə BYD demir? Mən BYD o demək deyil ki, mən ona antisimpatiyam var. Sadəcə olaraq Toyota'dır. 2017-nin Aqua'sı hələ indiyə qədər bu maşının baterekası işləyir. Gör, üstündən neçə il keçib? 8 il. 7 il, daha doğrusu. 7 il keçib. 7 il maşının baterekası işləyir. Üstündə probek var, ən aşağısı 150-160 minindir. Düzdür, elə maşınlar var ki, çəkirlər, gətirirlər. Biz görmürük də onu. İndi gəlib burada diaqnostika nəticəsində görürük ki, bu maşında bir 100 min çəkilir. Bəli, proqraj servisi elə yürüyüş məsafəsini yoxlatdırması üçün də müraciət edə bilər. O gün bir xırda bir nüansa toxunuram. Maşın aldım özüm Dubaydan. Orada necə yoxladım? Baxdım, gördüm heç bir işığı yanmır. Yəni çox dərinliyinə getmədim. Sürdüm, gördüm askı sistemində problem yoxdur, motor sistemində problem yox, götürdüm. Gəldik Bakıya, maşın hardasa 7-8 gün tırın üstündə olur deyənə maşın kodlanmır. Kodladıq, bateriyanı çek hibrid yazdı. Gördük ki, biraz işləyəndən sonra dedik özünə gələr, amma gəlmədik. Artıq bateriyanın biri dalında, yəni oturmuşdu. Açıb çıxardanda ustalarımız dedi ki, məsələn, dedi bunun plombu elə birinci dəfədə asılır. Yəni bunun bateriyasını əl vurulmuyor. Orada da Aqualarda 20 bateriyka olur. Bu sədə 28 dənədir. 20 kuza, 30 kuzadır. Bunlarda 5-ci blokda bir bateriyka zəifləmişdi. Artıq özümüz əvəzlədik, onu qoyduq. Maşın qalxdı öz halına. Amma fakt bu maşın 2017, bu da 2025. 8 il ömür gedib. Bateriyalar 150 min yürüyüş var idi. Bateriykaları yerindədir, ABS yerindədir. İndi pirikitki olanda, yəni rol sükan dəyişəndə ABS də dəyişir bunlarda. Çünki şeylərdə 2 hissədən ibarətdir ABS. Bir motor pompalayıcı, yəni hansı ki balon. Bir də var silindir, ABS-in özü təzyiq saxlayan. Artıq biri bir tərəfdə olur, biri bir tərəfdə olur. Sükan bu sola gələn zaman pedal da sola gəlməlidir. Artıq o silindiri də dəyişirlər. ABS-in əsas kökünü də pompalayıcı yox. Yəni ki motor, balonu yox. Ona biz booster deyirik el arasında. Artıq orada baxırsan, görürsən ki, buna əl dəyilməyib. Nətər var. Amma pirkitki eləyəndə çox pirkitki eləyənlər ABS-in havasını çıxartmırlar. Bura gəlir, məsələn, bir müddət sürürlər, sistemdə hava dövriyə elədiyi üçün ABS-i xarab edir, sıradan çıxardır. Deməli, onu da yoxlatmaq lazım imiş. Onu yoxlatmaq yox. Mən belə deyim, eşidən varsa da, əgər sifariş edib gətirəndə birinci növbədə ABS-in mayyəsi ilə həm dəyişsinlər, həm də havasını çıxarsınlar. O mayyəsinin dəyişəndə havası çıxır, yoxsa yox? Yox, mayyəsi dəyişəndə havası çıxmalıdır, bəli. Bunu da öyrənmiş olduq. Bəs Səbəy bəy, bu sükan sağdan sola keçmək, siz özünüz sabah gedirsiniz. Yəqin ki, oradan yeni avtomobil sifarişləriniz var. Sifarişim var. Burada Azərbəyə salam deyirəm. O sifarişi var, rentakardır. Məndən xahiş edək ki, bizə köməklik edin. İndi biz müştərilərlə ümumiyyətcə dostluq edirik. Dostluğumuz da artıq mütəmadi olur. Deyir, bizə bu maşını 10 manata demişlər. Siz bizə neçə deyirəm, qardaş, biz sizə orada nədirsə onu təklif edirik. Yəni indi orada bir müəyyən məbləğ var ki, düzdür. Bizim o heç o şirkətin komissiyası nə demək istəyir? İndi siz gedirsiniz də, oradan sizə indi sifarişlər gəlir. Mən bu arada Proqraj servisinin WhatsApp qrupu da var. 070 244 84 24 nömrəsinə yazsınlar, qrupa salaq, artıq nə lazım olsa sifarişlər. Burada Amerika auksionundan olan avtomobillər, Yapon auksionundan olan avtomobillər paylaşılır və siz oradan istədiyiniz avtomobili seçə bilərsiniz. Sadəcə bilmək istəyirəm ki, bu proses necə baş verir? Deyək ki, mən oradan avtomobili seçdim. Ümumda Elantra və yaxud da ki BMW, Azərbaycan ən çox gətirilən avtomobillər deyirəm, gənclərin bu xaricdən istədiyi avtomobillər. Sonra nə olur?
Sonra proses belədir də, artıq aksiyona çıxan maşınları heç birini aksiyon vaxtı baxa bilirsən. Açırsan motoruna baxsan xortlaya bilmirsən. Çünki açarları üzərində olmur. Artıq aksiyona start veriləndə saat 6-da bayram vaxtı axşam saat 9-dan sonra idi. İndi hal-hazırda 6-dan start verilir. Artıq maşın xodlanılır. Gəlir kürsüyə aksiyon başlayanda da orada maşın kürsüyə çıxmasa aksiyon o forma olur. Kürsüyə çıxır, artıq orada hiss edirsən maşın motorunun səsindən, artıq pribordda yanan işıqlardır. İndi bəzi maşınların sol tərəfi dəyir, bir də görürsən ABS daçka qırılır. Bütün ABS-in o yolka deyirik də, bizə yolka yanır. Çox adam ondan qorxur, yaxınlaşa bilmir. İndi biz bilirik ki, bunun orada dərdi nədir? Dərdi nədir? Xırda bir şeydir. Mən sizə o bizim cavidə gətirdiyimiz Sonatada baxın, bir forma idi. Sol ABS daçkı şunuru qopmuşdu, onu düzəltdi. Çox ideal vəziyyətdə. Özə aldığımız maşın Murad alıb onu oradan. Çox sağ olsun, ona da salam deyirəm. Dubaydan Murad aldı bizim üçün. Mən gedə bilmədim. Xahiş elədim, Murad aldı. Maşın çox keyfiyyətli çıxdı. Həddindən artıq sveji çıxdı. Heç bir xərc tələb eləmədi. Sadəcə sol qanatda, yəni sol krilo deyək. Sol krilo bir də qabaq işıqlandırıcı, yəni fara, ikisini aldıq, dəyişdik. Heç bir problem çıxmadı. Maşının hətta yağını dəyişməyə ehtiyac olmadı. Yağı elə bir iki daha günə baxan yağdır. Elə təmiz idi. İndi artıq özü də o günlərim Qəbələyə getdi, gəldi. Maşın yolda ekonom rejimdə sürüb. Ekonom rejimdə batareykaları güc verirsən. Batareykalar isinəndə artıq maşını... Söhbət hibrid Sonatadan gəlir. Bəli, hibrid Sonata. Bloklayıb. Bu da zəng edədi ki, bu maşın xarab oldu. Dedim, ola bilməz. Oradan kompüteri tapdıq. Gördük ki, həddindən artıq qızıb. Trasda hibridi ekonomda sürmək olmaz. Yəni standart rejimi var. O rejimdə sür. Mən ümumiyyətlə sportda da çox sürməyin tərəfdarı deyiləm. Bilmirəm orada sport var. Rejimdə ekonomdur, normaldır, sport. Yox, indi Kia Sportage dizeldə sport var, eko var, bir də sadə adi rejim var da. Sporta sürəndə elə bilirəm ki, mühərrik dağılacaq. Yox, sportu onun üçün qoydular. Orada turbosu var, gücləndirilmiş rejimi var. Məsələ nədən gedir də? Yəni biri var onu tam sport rejimdə sürəsən, bir də var biraz sportda sürəsən, biraz sakit. Rejimin adı sport orada. Yəni Bakıda sport rejimi onu sürməyə yer yoxdur açıq. Rayon yollarındakı var. Hə, rayon yollarında 120 artıq dövlət özü icazə verdiyi yollarımız var ki, orada yolu qət eləmək olur. Kia Rio 2012 qızanda taxometr 0.5 düşür, yağın işığı yanır. Nədən ola bilər? Maşın benzindir. Maşın benzindir, yağla sosundan da ola bilər, yağın özündən də ola bilər, hətta kəpkirdən də ola bilər. Ola bilsin kəpkir dolub, onu təmizlətmək lazımdır. Onu ümumiyyətcə usta belə danışmayaq, ustaya göstərsəz məsləhətdir. Proqara servisə yaxınlaşa bilərsiniz. Orada texniki baxış ödənişsizdir. Düzdür dedim. Hər şeyimiz də var, bəli. Tam rahat şəkildə baxsınlar. Kia Carens 2 mühərrik turbo dizel hansı yağ gedir? Kia Carens 2 mühərrik turbo dizelə 530 530 yağı gedir. Evroldan əldə edə bilərsiniz. Sonra yazırlar bizə Kia-Rio oxudum. Honda Accord 2023-cü il təzə model hibrid necə maşındır? Super. Mən iş yoldaşım da olub, həqiqətən idarədə eləmişəm. Getməyə yaxşı idi. Mənim var səs-küy yoxdur. Hal-hazırda o gün qalibimiz elə Honda Accord idi gələndə. Ona da mühərrik yağı 0.20 gedir. Ona da Evrolla əvəz elədik. Hədiyyəmiz var idi. Onu da artıq Evrolla əvəz eləyib yola saldıq. Çox adam 5.30 tökür, amma çox adam bilmir ki, o sonra da fəsadları olacaq. Və həqiqətən oldu. Mən baxıram bəzən ustalar dirəşirlər ki, yox 0.20-də bu mühərrik səs-küylü işdir. Zavod yəni elə bir səhv eləyə bilər. Heç nə yox. Bir dənə buradan maşın alanlar bilmirsinizsə, maşında kapotu qaldırın. Yağ qapağı deyilən bir yerdə, yağ tökülən yer qapağı. O qapağın üzərində nə yazılıbsa, dopska nə göstərir? 0.20. O 0.20 ilə davam edin. Məsələ budur ki, ustanın özü də deyir ki, buna 0.20 gedir. Müştəri amma gəlir deyir ki, qardaş 0.20 səs eləyir də, bunu 5.30 eləyir. Emin bəy, çox adam yağın qatılığına görə 5.30, 5.40, sonra o köhnə modelləri olur ki, 10.40 tökdürür. Maşın sıfırdan yığıldısa motoru, yenidən istifadəyə verirsə ona zavod qoyubsa 0.20 tökməz. Çünki motor ücret sıfırdır. Hər şeylər yenilənib.
Bizdə sabah Orxan usta olacaq, Master Orxan. Mənim ona konkret həqiqətən suallarım tətil müddətində boş çox oldum. Boş olan adam nə edir? TikTok, Instagram. Maraq dairəmə uyğunda. Bəli, ancaq ustalar çıxırdı qabağıma və həqiqətən də bu baxıram ki, yağla bağlı bizdə suallar hələ də çoxdur. Yəni bu suallar qalıb da, yəni bu illərdir hamı yağdan danışır, ən sadə proses yağdır. Amma bunu niyə belə problem eləyirlər, onu bilmirəm mən. Bilirsiniz, bu axır vaxtlar bir neçə il bundan qabağa kimi yağların o artıq ikinci deyək də, tüylərin söz olmasının çakması nədir? Partikası. Saxtası. Hə, saxtası olur. Həddindən artıq çox olur. Yəni ki, əsas da boçkalara onu müdaxilə edirlər. Çünki bu xaricdən gələn ki, boçkaları istifadə edirlər. Artıq gəlir kimsə 20 manatı verir. Hə, gedir orada kurslar üsulda içini doldururlar, yenidən satışa çıxardırlar. Artıq maşınların, məsələn, Volkswagen yağı indi bilirsiniz də, Volkswagen çox həssas maşındır. Kastrolla işləyir. Yəni sırf Euro ona 60 min qarantiya verir, zəmanət verir. Avropada 60 mindən bir dəyişirlər. Əgər evro olursa. Hər bir zavodun da öz yağ seçimi var. Artıq onlar partner olaraq işləyir də. Yəni o ödənişdir, o tələb deyil əslində. Gətirir, tökür bu yağı 3 gündən 5 gündən sonra motor səs eləyir, şatonlarda problem var. Niyə görə? Bu başqa məsələdir. Bunu danışarıq biz ətraflı Səbuhi bəy. Qısa bir reklam fasiləmiz var. Reklam fasiləsinin ardınca yenidən studiyadayıq. Davam edirik dəyərli dinləyicilər. Proqraj servisdən Səbuhi bəy bizim qonağımızdır. 070 244 84 24 nömrəsilə əlaqə saxlaya bilərsiniz. Səbuhi bəy sabah indi ölkə xaricində olacaq. Yəqin ki, WhatsApp üzərindən sizin mesaj və sifarişlərinizi qəbul edəcək. Eyni zamanda proqraj servisdə yerindədir. Telefonumuz işləyir. Ümumiyyətcə hər WhatsApp həm də belənsə zəng çatır. Belə də zəng elə bilərsiniz. Qəbul edirik. Və sonuncu dəfə Səbuhi bəy dedi ki, bizim artıq Gürcüstanda da yeni bir filialımız var. Gürcüstanda da bir filialımız var. İnşallah fəaliyyətə başlayıb. Sadəcə olaraq indi tam reklamını eləməmişik. Yəni Gürcüstandan bizi dinləyənlər varsa da yaxınlaşa bilərlər. İnşallah orada da. Hardadır proqraj servisi orada? Tam dəqiq ünvanını bilmirəm, amma bilirəm ki, Bonlis tərəfdədir, Marnol tərəfdə. İnşallah oradan. Hələ özü gedib çıxa bilməyib, amma ehtiyat hissələri gedib. Bizim ehtiyat hissələrimiz oradadır. Artıq yenə bir partiyada ora vurulub. Orada proqraj Gürcüstan olacaq. Dostumuz da artıq orada rəhbərlik edir o işə. Burada da indi bizik. Yəni ora aid kimin sualı varsa, yenə də bizə sualı verə bilərsiniz. Yəni bizə də aid yenə biz suala cavablandırırıq. Səbuhi bəy, bir məsələ sizdən dəqiqləşdirim. Proqraj servisdə biz keçən dəfə olanda yeni həm də ikinci əl ehtiyat hissələri ilə bağlı təklif yəni iki cür gəldi ki, istəyirsiniz yeni ehtiyat hissəsi qurarsınız, söhbət amortizatorlardan gedir. İstəyirsiniz ikinci əl. Yəni bu bütün detallardan belə həm yenisi, həm ikinci əli var, yoxsa bəzilərində məcbur artıq ikinci əl istifadə etmək eləsin? Yox, askı sistemlərdir, motor hissələridir. Bunları ikinci əli də var, həm yenisi də var. Artıq bu üst tərəfi deyək də qanadlardır, kapotdur, buferdir. Bunları orijinalla çox adam seçir, deyir ki, mən orijinal üstünə qoymaq istəyirəm. Hansı ki, su radiatorları, kondisioner, kompresorları, bunları öz zavodskoyu, orijinal üstdən çıxma ilə əvəz eləyənlər 99% təşkil edir. Bu 1% ki, hansı ki, məsələn, keçən dəfə mənə 20 kuzan ABS-ni sifariş verib, maşın özü 9 min, 10 min qiyməti var, 3700 manata sifariş verdi, mənə ABS gətirdi. Düzdür, gətirdi, çatdırdı, maşının üstünə bağladıq, yola saldıq, zavod 1 il zəmanət verir. Bu ABS niyə belə bahadır bu qədər? Bütün avtomobillərdə belədir. Hər bundan bahası olan var ki, Lexuslarda məsələn, ən axırıncı Lexuslarda məsələn 5000, 5500. Lap 2024-cü ilin ABS-i səhv eləmirəmsə, onun qiyməti 6000 manata qədərdir. Yox, Mercedes BMW-də də bu. Yox, Mercedes-də ucuzdur. Mercedes-də dağılmırıq. Mercedes-də ucuzdur. BMW-də də ucuzdur, elə baha deyil. Amma Toyota, Honda-nın özündə ucuzdur. Bəs onda niyə Toyota-da bahadır? Vallah, onu hələ analiz edə bilməmişik. Mənə maraqlıdır, yəni bu fantastik qiymətdir. Maşın yarı qiymətlidir. Prius'un özü siz deməli 5-6 mindir. Ehtiyat hissəsi gəlir 4 min. Mən sizə bir söz deyim də, bir şey ki tələbat çoxdur. Artıq o tələbat olan hansı hissələr yoxdur. Onun üstündə rəqabətlər gedir. Artıq qiymətlər süni olaraq da qaldırıla bilir. Hətta mən bu işi görməmişdən qabaq eşitdiyimə görə Dubayda 300 manat idi ABS. Bugünkü gündə Dubayda ABS-in qiyməti 540 manatdır.
Yəni ki 20 kuza ABS-in qiyməti 540 manatdır. Yol pulusu var, gömrüyüsü var. Burada da gətir üstünə bir qazanc qoymalısan, satması. Burada gəlir 859 manata. Usta pulu var, əyləc mahiyyəsini dəyişmək var. Hiss edirsən ki, burada artım ancaq nədir? Yol xərcləridir, gömrükdür, usta puludur, əyləc mahiyyəsidir, özünün qazancıdır. Artıq gəlir o Dubayda da məsələn bahalaşma vardı. Mən xatırlayıram 1 il bundan qabaq filteri 18500 manata Bakıya biz gətirmişdik. 3 dənə gətirmişdik 2019. Yürüşləri də əla idi. 100 min, 90 min, 130 min belə. İndi bu qiymətə mümkün Qardaş, deyil. Yapon bazarını Azərbaycanlılar bax o vəziyyətə qoydu. Mən buradan hamısına da deyirəm, özləri də bilirlər. Gedirlər maşın almağa. Məsələn, oturublar orada bu işi görən adamlar var da. Bizim dostlarımız var, Habil Gizad, bu işi Fazıl Gil, bu işi görürlər. Buradan məsələn rasxod eləyir 2 dəfə ondan artıq. Gedir özü Fazil məsələn alacağı qiymətdən də baha alır. Aksiyon deyə qiymətlər qalxır da. Aksiyonda qalxır. Artıq aksiyonda da gətirən adamlar start qiyməti əvvəl 5 manat idisə, indi 7 manatdan qoyurlar. 7 manatdan da artıq rəqabət gedir axı. Sən orada artırırsan, mən burada artırıram, Əliqan orada artırır. Artıq görsən ki, qiymətdə süniləşmə gedir. Bahalaşır. Adicə bu bayram günü mən oradaydım. Aqua'nın 4000 dollara Aqua'nı almadılar 2017-ci ilin Aqua'sını. Yox idi. Almadılar. Qardaş, alıcı yox idi. Hamı öz dövlətinə getmişdi. Orada gələnlərin 90%-i müsəlman ölkələrdir. Müsəlman ölkələr bayramı bilən var, orucunu tutan var. Yəni hamı qaçır öz evində bayramı keçirdir. Deyirəm sizə 4000 dollara 2017-nin Aqua'sı satılmadı. Amma başqa vaxt qiymət Başqa qalır. vaxtda sizi inandırırım ki, o 5000, 5200, 5300 dollara qədər qaldırıb alacaqdılar. 100% alacaqdılar. Saxlamayacaq. Bəli, indi artıq orada adam yoxdur axı bunu almağa. İndi açıq mən Aqua işinə baxmıram. Yəni Aqua dalınca getməmişdim. Ehtiyat səs dalınca getmişdim. Vaxtım var idi. Bir maraq üçün getdim ora baxdım. Görüm nə vəziyyət. Hə, görüm vəziyyət nə yerdə. Gördüm adam olmayanda onlar da artıq şey edə bilmirlər. Hə, indi bu iş gününə başlayıblar yenidən. Və uşaqlar deyir ki, qiymətlər qalxdı. Yenidən qiymətlər Bəli. qalır. Belə, proqraj servisi mən bir də əlaqə nömrəsini xatırladım. 070 244 84 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Səbuhi bəy, sabah artıq Dubayda olacaq. Ehtiyat hissələri sifariş verə bilərsiniz. Nəyə görə Dubay? Çünki burada bəzi ehtiyat hissələri tapılmır avtomobillər üçün. Elə mənim də bir sifarişim oldu. Bir dostumuz 2 detal istəyirdi Toyota Camry üçün. Və bir məsələ də var ki, burada qiymət fantastikdir. Biz Dubaydan avtomobil eyni zamanda ehtiyat hissəsi sifariş versək, minimum 25-30% qazanc əldə etmiş oluq. Nədən qazanc? Öz pulumuzdan qazanc. Yəni, belə deyək də, əlavə xərc itirmirik. Burada 1000 manat olan ehtiyat hissələri Dubayda hətta 1000 dirhəmə belə əldə etmək olur. 50%-ə qədər fərq əldə edə bir bilərsiniz. müştərimizə, indi bir qısa da olsa, bir Danışın, müştərimizə Tesla'nın hissələrini sifariş vermişdik. Artıq dünən gəldi, çatdı. Burada alacağı detalın bir qiyməti 1500 manat idi. Gəldi bunun üstündə 1000 manat oturdu. 30% orada qənaət. Yəni ortalama 30-35% qənaət elədi artıq orada. Belə, davam edirik və sonda bir daha qeyd etmək istəyirəm ki, proqraj servisindən Səbuhi bəy bizim qonağımız idi. Gecəniz xeyrə qalsın Səbuhi bəy. Yolunuz açıq olsun. Minnətdarıq biz sizə. Dinləyicilərimizə isə sabaha qədər deyirik. Sabah 20:00-da görüşmək ümidi ilə özünüzə yaxşı baxın.